2025-ci il Hyundai Elantra N-Line 1.6 motor, 11.000 mil yürüyüşlə, 7.500 dollar start qiymətlə maşın bugün aksiyona çıxır. Maşın qabaq hissəsində heç bir zədə yoxdur. Sol tərəfdə də heç bir zədəsi yoxdur. Yüngül belə batığı var burada. Kör nöqtə, açarsı daxil olma var maşında. Maşının arxasında da zədə yoxdur. Krilo qapı zədəsidir. Qabaq qapıda da yüngül belə bir zədəsi var. Ensidenik, Enrul, Lipstokla, Drive Mode, Stenikin elektron idarə olunması, sililməsi, kablosuz şarj olma, CarPlay dəstəkləyən böyük monitorun. Zavod Qaradamlandı. Buradan da win kodum paylaşırım.